Армяне, вспомните, кто вы. Великий народ. Великой христиanской... Rusiyada Azərbaycana qarşı yenə eyni ritorika səslənir. Amma bu dəfə diqqət çəkən təkcə deyilənlər deyil. Diqqət çəkən odur ki, eyni xətt müxtəlif şəxslər və müxtəlif informasiya platformaları üzərindən təkrar ortaya çıxır. Faktlar şişirdilir, sərt ifadələr seçilir, Azərbaycan haqqında reallığı əks etdirməyən məlumatlar yayılır. Və nəticədə hədəf yalnız Azərbaycan dövləti olmur. İki ölkənin münasibətləri və hətta xalqlar arasındakı münasibətlər də təzyiq altına düşür. Azərbaycan Mətbuat Şurasının son bəyanatı məhz bu səbəbdən diqqət çəkir. Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib və belə yanaşmaların jurnalistikanın etik prinsiplərinə, sivil media qaydalarına və iki ölkə arasındakı münasibətlərin ruhuna zidd olduğunu bildirib. Bəs bütün bunlar təsadüfi informasiya kampaniyasıdır, yoxsa müəyyən dairələr burada öz siyasi maraqlarını həyata keçirirlər? Milli Məclisin deputatı Tahir Rzayev hesab edir ki, ortada məhz belə bir məqsəd var. Millət vəkili Zatulin və Solovyov kimi millətçi jurnalistlərin çıxışlarını, həmçinin Rusiya Dövlət Dumasındakı bəzi deputatların Azərbaycana qarşı səsləndirdiyi fikirləri nümunə göstərir. Tahir Rzayev hesab edir ki, bu çıxışlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yaxşılaşmasına yox, əksinə münasibətlərə kölgə salmağa xidmət edir. Burada isə məsələnin ən təhlükəli tərəfi başlayır. Çünki informasiya müharibəsində məqsəd yalnız bir ölkənin imicinə zərbə vurmaq olmur. Bəzən əsas hədəf cəmiyyətin bir-birinə münasibətini dəyişməkdir. Tahir Rzayevin fikrincə, Rusiya mediasındakı bəzi çıxışlar məhz belə nəticəyə gətirib çıxara bilər. Deputatın sözlərinə görə bunun arxasında xoş niyyət yoxdur. Onun fikrincə, bu fəaliyyət müəyyən dairələrin təhriki və tapşırıqları ilə həyata keçirilir. Bəs Azərbaycan bütün bunlara necə cavab verir? Maraqlıdır ki, Bakı münasibətləri tamamilə qoparmaq xəttini seçmir. Əksinə, Tahir Rzayevin sözlərinə görə Azərbaycan dövləti və Prezident İlham Əliyev daim Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına çalışıb. Hətta münasibətlərdə ciddi soyuqluqların yaşandığı dövrdə belə. Burada xüsusilə Azal təyyarəsinin Rusiya səmasında vurulması, Rusiyada yaşayan azərbaycanlılara qarşı baş verən xoşagəlməz hallar və digər hadisələr xatırladılır. Buna baxmayaraq, Azərbaycan Rusiya ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu nümayiş etdirir. Bunun səbəblərindən biri də Rusiyada yaşayan azərbaycanlıların vəziyyətidir. Yəni, Bakı bir tərəfdən milli maraqlarını və suverenliyini müdafiə edir, digər tərəfdən isə dövlətlərarası problemlərin xalqlar arasında düşmənçiliyə çevrilməsinə imkan verməməyə çalışır. Məhz buna görə Rusiya mediasındakı ritorikanın xarakteri daha da əhəmiyyət qazanır. Çünki bir tərəfdə diplomatik münasibətləri qorumağa çalışan dövlət mövqeyi var, digər tərəfdə isə bu münasibətləri daha da gərginləşdirən informasiya hücumları. Tahir Rzayev hesab edir ki, ortada real fakt və əsas yoxdursa, belə məlumatların Azərbaycan dövlətinin imicinə ciddi zərər vurmaq imkanları məhduddur. Deputatın sözlərinə görə belə çıxış edən şəxslərin bir qismi öyrədilib, pulla ələ alınıb və müəyyən şəxslərə yarınmaq məqsədi güdür. Bu isə jurnalistika üçün ciddi ləkədir. Çünki jurnalistikanın vəzifəsi cəmiyyətlər arasında qarşıdurma yaratmaq deyil, faktları ortaya qoymaqdır. Bu səbəbdən məsələ artıq sadəcə Rusiyada kiminsə Azərbaycan haqqında nə deməsi deyil. Söhbət informasiya məkanında formalaşdırılan daha geniş bir xəttdən gedir. Əgər bu xətt dövlətlərarası problemləri xalqlar arasında qarşıdurmaya çevirməyə başlayırsa, onun nəticələri siyasi bəyanatdan daha böyük ola bilər. Azərbaycan isə hazırda fərqli xətt nümayiş etdirir. Bakı təxribatlara və informasiya hücumlarına baxmayaraq Rusiya ilə münasibətlərin tam qarşıdurmaya çevrilməsində maraqlı deyil. Amma bu, Azərbaycanın öz maraqlarını və suverenliyini müdafiə etməyəcəyi demək də deyil. Azərbaycan Mətbuat Şurasının bəyanatı və Tahir Rzayevin açıqlamaları göstərir ki, bu informasiya kampaniyası artıq diqqətdən kənarda deyil. Əsas sual isə hələ də açıq qalır. Rusiya mediasında Azərbaycana qarşı səsləndirilən bu fikirlər həqiqətən ayrı-ayrı şəxslərin şəxsi mövqeyidir, yoxsa müəyyən dairələrin daha böyük siyasi hesabının bir hissəsidir. Tahir Rzayevin açıqlaması ikinci ehtimalı gündəmə gətirir. Və əgər belədirsə, qarşıdakı dövrdə əsas məsələ təkcə yeni hansı açıqlamanın səslənəcəyi deyil. Əsas məsələ bu kampaniyanın hansı məqsədə xidmət etdiyi və onun Azərbaycan-Rusiya münasibətlərinə nə qədər təsir göstərə biləcəyidir. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.